Dövlət himnimiz səsləndi. Dünya Azərbaycanlılarının həmrəylik günündə Diaspora Mərkəzi həmrəy olub iş adamları, müxtəlif təşkilatları, millət vəkillərini bir araya yığdı. Dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz də tədbirə qatıldı. Həmrəylik günü münasibətilə təşkil olunan tədbirdə qeyd olundu ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya Azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə imkanlar yaradır. Xaricdə yaşayan Azərbaycanlılar da ölkənin inkişafına yaxından kömək göstərməyə çalışır. Bu köməyin səmərəli olması məhz həmvətənlərin möhkəm birliyi sayəsində mümkündür. Əsas hədəf məqsəd Azərbaycançılıq ideyalarını dünyaya yaymaq və Azərbaycana onların bağlılığını təmin eləmək ki, onlar həm Azərbaycana gəlməklə də öz vətənlərinin necə çiçəklənməsini, necə inkişaf etməsini, iqtisadi gücümüzün necə qüdrətli olmasını gözləri ilə görməkdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin dünya Azərbaycanlılarının ikinci qurultayında söylediyi nitq səsləndirildi. Azərbaycançılıq ideyasına sözdə yox, əməldə qorunmalı olduğunun vacibliyi vurğulandı. Bu işdə qardaş Türkiyəndə diasporlarla işbirliyinin önəmi bildirildi. Elə tədbirə qoşulan Türk tələbələr də bu birliyə işarə olan yallı rəqsini nümayiş etdirdilər. Karabağ'da kan var kan, ağlıyor Azerbaycan. Karabağ'da karalar bağlıyor Azerbaycan. Azerbaycan bir gözdür, Karabağ'da bebeği. Gözüme mi göz tikti bu Ermeni köpeği? Tədbirdə eyni zamanda Beynəlxalq Diaspora Mərkəzinin Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində bir sıra ölkələrdə apardığı təşviqat və gördüyü işlərdən danışıldı. Mərkəz qarşıdan gələn mühüm tarixlərlə bağlı kampaniyalara başlayacaq. Xocalı Ədalət kampaniyası çərçivəsində yenidən həm Avropada, həm Türkiyə ərazisində deməli tədbirlərə qoşulacaq. Sonda millət vəkilləri və digər təşkilatlar Beynəlxalq Diaspora Mərkəzinin təsis etdiyi diplomlarla mükafatlandırıldı. Fərqanə Səfər, Vüqar Məmmədov, Space.